Salam, qızlar, necəsiz? Güman edirəm yaxşısınız. Mən də yaxşıyam. Bu mənim ilk vloqumdur və ilk vloqumun ilk qonaqları xoş gəlmisiniz. Güman edirəm səhifəm də böyüyər, qonaqlarımın sayı da artar. Nə çatışmayan cəhətlər varsa ilk video olduğuna görə üzrü sayın. Və gəlin keçən təmizlik videoma və çoxlu dəstəyinizi gözləyirəm. Qızlar, bu mənim qazımdır. Təbii ki, mənim qazım hər zaman belə olmur. Sadəcə olaraq həmən gün 3 cür yemək bişirmişdim. Buna görə də mən evi toparlamamışdan öncə sarı güc vururam qaza ki, qazda yəni o yağ özünü yaxşı çəksin ki, təmizləməkdə daha rahat olsun. Sonra başlayıram evdə. Bu uşaqlar da bilirsiniz də, yay oldu, abur-cuburları qutarmır. Kağız, küğüz, abur-cubur, nə bilim, sox butulkası, bunları yığış eləyirəm ki, biraz ortalıq səliqəyə düşsün və qab-qacağı yumağa başlayım ki, beynim rahat olsun. Bilirəm qızlar, deyəcəksiniz ki, dırnaqların çox kobuddur. Mən sizinlə tamamilə razıyam. Belə bir şey var ki, bilmirəm niyə, mən hansı ustaya gedirəm, mənim sədəflərim dəhşət böyükdür. Bu da mənim ən kompleks yaşadığım şeylərdən biridir. Və hər bir usta deyir ki, sənin dırnaqları var, qısa dırnaq getməyəcək, əllərin daha kobud görsənəcək, ona görə gəlin biraz uzun eləyək. Və mən də hər dəfə onlarla razılaşıram, sonra gəlirəm, dırnağım lap tez uzanır, lap kobud görsənir, peşman oluram. Və artıq qərarı almışam ki, özümdə bugündən gedirəm, dırnaqlarımı çıxardıram, sadə manikür eləyirəm. Çünki düzdür, çəkilmiş ətlə falan işləyəndə əlcək taxıram. Əlcəyə də bu dırnaq mı deyim, caynaq mı deyim, cırır. Ona görə də yəni heç yaxşı bir şey deyil. Ümumiyyətlə qadında uzun dırnaq kim nə deyir desin, vulqarla görsənir. Qısa xanım dırnağı daha aristokrat görsənir. Mən belə fikirləşirəm. Rəngli, uzun caynaqlar çox vulqarla görsənir qadında. Deməli, belə görürsünüz də, feri bitmir ki, bitmir. Qızlar, açığı bura bizim kirayə evimizdir. Bizim evimizdə hal-hazırda təmir gedir. Təmir getdiyinə görə də biz evimizə yaxın bir yerdə bir müddətdə kirayə tutmuşuq. Və özümdən çox az əşya gətirmişəm. Az əşya gətirməyimə baxmayaraq, yenə də bu işdə evdə iş bitmir. Demək ki, nəymiş? Evdə iş əşyadan asılı deyilmiş, insanın özündən asılıymış. Və biraz gördüyünüz kimi qaza artıq yağ özünü çəkib və biraz da su tökmüşəm ki, yumşalma olsun və setka ilə siləndə daha rahat silə bilim. Belə. Və bu da qazın axır nəticəsi. Bacardığım qədər sildim, qablarımı yudum. Daha sonra bilmirəm bu sizdə də belədirmi, yoxsa tək məndə belədirmi? Məndə qızlar bir xəstəlik var ki, mən qabı gündə 5 dəfə də yusam, mütləq maçalka, adlı maçalkam var. Onun üzərinə biraz acı tökürəm, dəzgahın üstünü silirəm ki, ləkə falan qalmasın. Elə bil ki, o acını vurmasam mənim işim keçmir. Və başlayıram silməyə. Elə bilirəm ki, onu adi dəsmalla, su ilə silsəm, mənim işim heç nədir də. Yəni, hər dəfə, gündə 5 dəfə də bu proses olsa, bilirəm, çox ziyanlı bir şeydir. Amma bu da mənim bir xəstəliyimdir. Çalışacağım ki, bunu da dəf eləməyə çalışım. Silirəm, qəşəng. Sonra ən gözəl momentdir də, bu silirsən, o dəsmalı, qab-qacağı yuyursan, qoyursan, dəsmal qurusun. Ən gözəl andır, demək olar. Axırda da gördüyünüz kimi deməli keçirəm qonaq otağına. Burada da Fibrilin təzə yaş salfetləri çıxıb. Çox pratikdir. Bundan götürüb divanın üzərinə uşaqlar peçeni falan qırıntılar tökmüşdü. Onları qəşəngcənə bir təmizləyirəm. Təmizləyəndən sonra bildiyiniz kimi kirayə evi olduğuna görə uşaqlara yer açmışam, divanda yatırlar və onların yalandan da olsa yerlərini yığıram, yəni yalançı yerləridir bu onların. Biraz balışlara əl gəzdirirəm. Balışları mən yığanda mütləq belə silkələməsəm, elə bir o yer yığılmış sayılmır da. Mütləq o balışlar silkələnməlidir. Sonra keçirəm bu balaca, minnacıq qonaq otağımı toz soranlanmağa.
Qızlar, qonaq otağının, otaqların balaca olmağı təmizləmə cəhətdən çox rahat imiş. Mən bunu başa düşdüm. Divanın altını təmizləyirəm. Bura uşaqların demək olar güşəsidir. Burada yeyirlər, burada televizora baxırlar. Yəni əslində yaxşı bir şey deyil. Qonaq otağında uşaqların əlində peçeni falan yeməkləri, içməkləri. Sonra keçirəm qəşəng polları belə silirəm, kafelləri belə silirəm. Gördüyünüz kimi par-par parıldayır. Bilmirəm qızlar niyə mənmi geridə qalmışam yoxsa nədimi? Mən bu yeni çıxan şvabralardan, o vedrəyə salırları, ondan istifadə eləyə bilmirəm. Bu köhnədə də baba qaydasında olan bu şvabradan istifadə eləməsəm ürəyim rahat olmur. Çünki o əskini hər siləndən sonra 5 dəfə, 6 dəfə yuyuram. Sonra o günlər Yusk mağazasına getmişdim. Biraz alış-veriş eləmişəm. Və burada da onları sizə göstərirəm. Çay dəsmalları gözəl bir endirimə düşmüşdü. Qiymətlər qızlar yalıma deyil, hardasa 8 manat civarında idi. Belə bir dekor almışam ayaq yolu üçün. Moydadırın böyründə çox gözəl görsənir. Hər yerdə istifadə eləyə bilərsiniz. Və belə bir oda kokusu deyirlər də türklər. Oda kokusu almışam. Çox gözəl açmışam artıq. Çox gözəl qoxusu var.